Aha, salam uşaqlar, hər birinizi xoş gördük. Uşaqlar, bugünkü dərsimizdə biz linzalardan danışacağıq. Ümumiyyətlə, gəlin birinci linzanın nə olduğunu öyrənək. Linza sferik səthlərlə hüdudlanmış şəffaf cisimdir. Yəni burada əsas məqsədimiz odur ki, linzanı bir kürə şəklində şüşə kimi düşünün. Sanki ortadan kəsilib və bu şəkildə bir linza əmələ gəlir. Yəni bu şəkildə təsəvvürümüzdə canlandıra bilərik. İki cür linza olur uşaqlar. Toplayıcı linzalar və səpici linzalar. Toplayıcı linzalara qabarıq linzalar da deyirik. Səpici linzalara çöküş linzalar da deyirik. İndi gəlin onların biraz fərqinə baxaq. Birinci danışaq toplayıcı linza. Uşaqlar, toplayıcı linzaya həm də dediyim kimi qabarıq linza deyirlər. Ortası kənarlarına nisbətən qalın olan linzalar bizim üçün toplayıcı linza olacaq. Yəni bunları qarınlı linzalar da deyirəm mən həmişə. Ortası kənarlarından qalın olur. Məsələn, indi gəlin nümunələrə baxaq. Mesela bir fikir verin bu linzaya. Gördünüz mü? Ortası kenar hisselerinden daha qalındır. Burasına baxın, burasına baxın. Orta daha qalındır. Daha sonra başqa birini çəkə bilərik. Bu bizim üçün iki tərəfi qabarıq linza hesab olunur. Daha sonra ola bilər müstəvi linza uşaqlar. Müstəvi linza nədir? Bir tərəfi müstəvidir, digər tərəfi qabarıqdır. Yenə də fikir verirsinizsə, ortası kənarlarına nisbətən qabarıqdır. Buna da biz yenə müstəvi qabarıq linza deyəcəyik. Bir də var çökük qabarıq linza uşaqlar. Çökükdür bir tərəfə. Amma bu qabarıq linzadır ha. Yəni fikir verirsinizsə, bunun da ortası kənarlarına nisbətən qabarıqdır. Buna biz qabarıq linza deyəcəyik bunların hər üçünə. Deməli. Aha, baxın bu şəkildə. Bir də uşaqlar, qabarıq linzaların simvolik işarəsi var. Yəni toplayıcı linzalar. Onların simvolik işarəsi də baxın bu şəkildə göstərilir. Yəni simvolik işarə. İndi bunları axırda göstərirəm ikisində. İndi gəlin danışaq çökük linzalardan, yəni səpici linzalardan. Uşaqlar, səpici linzalarda isə tam tərsi, ortası kənarlarına nisbətən nazik olan linzalardır. Yəni bunlar da biz incə belli linzalar deyə bilərik. İndi gəlin onların da şəklinə baxaq. Aha, fikir verirsə uşaqlar, burada da həqiqətən də səpici linzanın da hər birində orta hissəsi kənarından daha incədir. Bunlar da bizim üçün səpici linzalar hesab olunur. İndi uşaqlar, toplayıcı və səpici linzanın simvolik işarələrinə baxaq. Aha, deməli uşaqlar qeyd etdiyimiz kimi toplayıcı linzada simvolik işarə baxın bu şəkildədir. Aha, deməli uşaqlar bu toplayıcı linzadır. Yəni toplayıcı linza biz çox vaxt belə görəcəyik. Simvolik olaraq belə işarə olunur. Səpici linza isə budur. Bu isə bizim üçün səpici linzadır. Aha. İndi uşaqlar, gəlin biz bir dənə linzanı qoyaq və o linzanın üzərində bəzi əsas fiziki kəmiyyətləri, yəni öyrənməli olduğumuz kəmiyyətləri öyrənək. Aha, indi uşaqlar diqqətlə bura baxın. Bu mənim qabarıq linzamdır. Düzdürmü? Baxın, bu qabarıq linzadır. Və qabarıq linzada fikir verirsinizsə, hər iki tərəf yenə də qabarıqdır. Bu linzaları uşaqlar hər ikisini çevrəyə tamamlayanda, baxın bu şəkildə yaranır. Və bu mərkəzlər bizim üçün optik mərkəz adlanır. Yəni linzanın belə deyək də yaratdığı çevrənin mərkəzi optik mərkəz adlanır. Və bu optik mərkəzdən keçən oxa isə uşaqlar biz baş optik ox deyirik. Yəni bunlar əsas kəmiyyətlərdir, bizim üçün lazım olan kəmiyyətlər. Çökük linzada da fikir verirsinizsə eyni şey yenə var. Yəni çökük linzada hər tərəfin iki dənə çevrəyə tamamlayırsan və çevrələrin mərkəzi optik mərkəz adlanır. Optik mərkəzdən keçən oxa isə biz baş optik ox deyirik. Aha, indi uşaqlar gəlin qabarıq linzanın üzərində şüaların bir neçəsi haqqında tanış olun. Deməli, birincisi uşaqlar, birinci nəyi bilməlisiniz? Qabarıq linzanın üzərinə düşən şüa, fikir verin, nə baş verir uşaqlar? Şüa düşdükdən sonra şüa sınaraq optik mərkəzdə bir nöqtədən keçib. Və fikir verirsinizsə bütün şüalar bu şəkildədir. Yəni şüa sınır, bir dənə fikir verin burada. Şüa gəlir, daha sonra şüa linzadan keçərək sınır və fokus nöqtəsindən keçir. Yenə başqa bir paralel düşən şüa gəlir, sınaraq fokus nöqtəsindən keçir. Yəni onda belə çıxır uşaqlar, qabarıq linzalarda paralel düşən şüalar, yəni yalnız optik mərkəzi paralel düşən şüalardan söhbət gedir. Fikir verirsinizsə bu şüaların hamısı qırmızı oxa, yəni optik oxa baş optik oxa paraleldir. Paralel düşən şüalar sınaraq
fokus nöqtəsindən keçir uşaqlar. Bu qabarıq linzada fokusun alınmasıdır. Yəni qabarıq linza üçün mən nə deyəcəm uşaqlar? Baş optik oxa, yəni bu qırmızı xəttdə baş optik oxa paralel düşən şüalar linza üzərində sındıqdan sonra baş optik oxla kəsişdiyi nöqtə fokus nöqtəsi adlanır. Və ona görə də deyirik ki, paralel düşən şüa sınaraq fokus nöqtəsinə keçir. Tərifi bir də deyirəm uşaqlar, baş optik oxa paralel düşən şüalar linzada sındıqdan sonra hardan keçir uşaqlar? Fokus nöqtəsindən keçir. Vəssalam. Bu qabarıq linza üçündür. İndi gəlin çökük linza üçün də baxaq. Aha, çökük linzada isə uşaqlar işlər biraz fərqlidir. Baxın, burada biraz diqqətli olun. Çökük linzanın qabarıqdan fərqi odur ki, qabarıq linza və adından məlumdur, toplayıcı linzadır. Bir şəkildə qayda fikir verirsinizsə, şüalar düşüb və qabarıq linza onu neyniyib? Onları bir nöqtədə toplayıb hamısını. Düzdür? Amma çökük linzada uşaqlar bunun tam tərsi baş verir. Şüalar toplanmır, şüalar səpilir. Baxın, paralel şüa düşüb 2 dənə. Amma onlar toplanmaq əvəzinə onlar kənara səpiliblər. Onda belə çıxır ki, onların əslində özlərinin kəsişməsi heç vaxt yoxdur. Sən məcbursan ki, şüaların uzantısını kəsişdirəsən. Onda biz çökük linzadan danışanda uşaqlar həmişə şüaların özündən yox, uzantılarından danışacağıq. Yəni paralel düşən şüalar linzada sındıqdan sonra şüaların uzantılarının kəsişdiyi nöqtə bizim üçün fokus nöqtəsi hesab olunacaq. Yaxşımı? Yəni burada əsas məsələ odur ki, uşaqlar paralel düşən şüaların özləri yox, şüaların uzantıları kəsişir. Onda çökük linza üçün fokus nöqtəsi nədir uşaqlar? Baş optik oxa paralel düşən şüalar linzada sındıqdan sonra şüaların uzantılarının kəsişdiyi nöqtə fokus nöqtəsidir və ümumiyyətlə qayda kimi də yazacağıq ki, çökük linzalarda paralel düşən şüalar, uşaqlar, linzada sındıqdan sonra uzantısı fokus nöqtəsində kəsişir həmişə. Aha, indi uşaqlar siz 90% linzaları bu şəkildə görəcəksiniz. Yəni baxın, qabarıq linzanı bilirsiniz də, şərti işarəsi, simvolik işarəsi budur. Çökük linzanın simvolik işarəsi budur. İndi burada uşaqlar bir sıra məqamlar var. Baxın, fokus nöqtəsi burdadır. Yəni linzanın mərkəzindən baxın F nöqtəsinə qədər, bu fokus nöqtəsinə qədər olan məsafə fokus məsafəsi adlanacaq. Yenə deyirəm, linzanın optik mərkəzindən fokus nöqtəsinə qədər olan məsafə fokus məsafəsi adlanır. Yəni bu boyda hissə. 2 qat fokus isə uşaqlar fokusun 2 qatı olan hissədir. Yəni məsələn deyirəm, buradan bura 5-dirsə, buradan bura da 5 olacaq. Yəni burada ümumi 10 olacaq. 2 qat fokusu o deməkdir. Yəni fikir verirsə bura F, bura isə 2F yazmışam. Yenə deyirəm, biz paralel düşən şüa fokusdan keçir, düzdür? Və yaxud da çökük linzalarda paralel düşən şüa səpiləndən sonra uzantısı fokusdan keçir. Həmən fokus nöqtəsindən də optik mərkəzi qədər olan, baxın bu O mərkəzindən fokus nöqtəsinə qədər olan məsafə fokus məsafəsidir. Həmçinin çökük linzalarda da bu məsafə bizim üçün fokus məsafəsidir. Bunları da yadımızda saxlayaq. Aha. İndi bunun üzərində bir sıra uşaqlar anlayışlarımız var. Toplayıcı linzada, həqiqi linzada danışırıq. Uşaqlar tutalım ki, bizim cismimiz buradadır, düzdür? Baxın, cisimdən linzaya qədər olan məsafə cisim məsafəsidir, düzdürmü? Cismimiz buradadır, xəyalımız məsələn deyirəm, burada alınıbsa, cisimdən, xəyaldan linzaya qədər olan məsafə də xəyal məsafəsidir. Cisim məsafəsi D, xəyal məsafəsi isə F hərfi ilə işarə olunur. İndi gəlin toplayıcı linzada və çökük linzada, daha doğrusu toplayıcı və qabarıq və çökük deyək də, ən çox qabarıq və çökük üzərində istifadə olunur. Qabarıq toplayıcı deməkdir, çökük səpici deməkdir. Qabarıq və çökük linzalarda xəyallar alınmasının necə olduğuna baxaq uşaqlar. Düsturlarımız var, hazır düsturlar. Yəni o düsturları bilmək lazım. Aha, bir də uşaqlar sizə bir qayda deyim. Yəni əsas burada eynən güzgülərdəki qayda burada da gedir. Bax, biz nə dedik? Birinci dedik ki, məsələn, bu mənim olsun toplayıcı linzam, düzdür? Bura paralel şüa göndərdim, düzdür? Paralel şüa nə oldu uşaqlar? Fokusdan keçəcək. Bu həmişə belədir. Bir də optik mərkəzə göndərdiyim şüada uşaqlar olduğu kimi istiqamətin dəyişmədən elə bax bu şəkildə də gedəcək. Bu bizim 2 qaydamızdır. Əsas 2 şüamızın yoludur. Yox, əgər birdən bizə çökük linza verilsə, onda yenə paralel düşən şüa səpilir, amma uzantısı fokusdan keçir. Bax belə, bura olur yenə bizim fokus nöqtəmiz.
Optik mərkəzə göndərdiyimiz şüa isə uşaqlar yenə eynən toplayıcı linzada olduğu kimi heç bir yəni dəyişməyə məruz qalmadan öz yoluna davam edir də belə deyək. Yəni paralel düşən şüa fokusdan keçir, toplayıcı linzada, çökük linzada uzantısı fokusdan keçir. Baş optik mərkəzə göndərdiyim şüa isə uşaqlar həmişə elə öz yoluna davam edir. Bax bu iki şüanın yolunu bilsəz, siz bütün xəyalları qura biləcəksiniz. İndi gəlin bir-bir xəyalları quraq, ondan sonra alınan ümumi düsturları yazaq. Deməli uşaqlar, birinci qaydamız budur. Əgər cisim, yəni D cisim məsafəsində bilirsiniz, əgər cisim sonsuzluqda yerləşərsə uşaqlar, onda xəyal həqiqi və nöqtə şəklində alınır. Bax, yenə deyirəm, cisim sonsuzluqda yerləşərsə, elə bilin ki, cismin harda yerləşdiyini hələ bilmir də. Onda xəyal düz fokus nöqtəsinin üstündə alınır və nöqtə şəklində olur və həqiqi olur. Bax, bunu yadımıza saxlayaq. Bu bizim birinci qaydamızdır. Yəni burada elə ki sonsuzluqdan gəldiyinə görə şüalar belə paralel bir şəkildə gəlir. Yəni lamp sonsuzluqdan gəldiyinə görə və burada onlar fokus nöqtəsindən keçdiyinə görə fokus nöqtəsində xəyalımız nöqtə şəklində alınır. Bu birinci qaydamız. İndi baxırıq uşaqlar ikinci qaydaya. Diqqətlə qulaq asın. Deyir cisim 2 qat fokusdan yəni 2 qat fokusdan böyükdür. Aha, burada bir səhvlik vardı uşaqlar. Burada cisim 2 qat fokusdan böyükdür. Fikir verin. Yəni bax 2 qat fokus burdadır. Yəni 2 qat fokusdan bura kimi məsafə bu qədər düzdür. Amma bizim cisim hardadır? 2 qat fokusdan da uzaqdadır uşaqlar. Yəni bax buradan cisimdən linzaya qədər məsafəyə biz D deyirik. Yəni cisim məsafəsi. Fikir versə həqiqətən də 2 qat fokusdan da böyükdür. İndi burada nə baş verir uşaqlar? Cisimdən bax yenə deyirəm, 2 dənə şüa göndərəcəyik. Bu 2 şüanın biz yolunu bilməliyik. Cismin yuxarı tərəfinə bir paralel şüa göndərirəm və biz nə bilirik uşaqlar? Paralel şüalar həmişə fokusdan keçir. Ona görə onu fokusdan keçirdirəm. Bir də uşaqlar optik mərkəzə şüa göndərirəm və bilirəm ki, optik mərkəzə göndərdiyim şüada olduğu kimi öz yoluna davam edir. Və salam uşaqlar, bu iki şüanın kəsişdiyi nöqtədə xəyal alınır. Yəni kəsişdiyi nöqtə ilə baş optik oxu birləşdirirsiniz, həmin nöqtədə xəyal alınır. Gördüyünüz kimi xəyal harda alındı uşaqlar? Fokusla iki qat fokusun arasında alındı. Həqiqidir, çünki linza digər tərəfində alınıb. Xəyalımız fikir versə cismin tərsinədir. Çünki cisim düzdür burada, xəyal isə baş aşağıdır. O görə xəyal tərsinədir və kiçildilmişdir uşaqlar. Görürsünüz ki, xəyalımız cisimdən kiçikdir. Deməli, burada xəyal kiçildilmiş alınıb. Amma bunu əzbərləməli bir şey yoxdur uşaqlar. Yəni, burada sadəcə iki şüa göndərirəm. Bir paralel və bilirəm ki, paralel göndərdiyim fokusdan keçəcək. Bir də baş optik oxa göndərirəm və bilirəm ki, o da olduğu kimi gedəcək. Və bu iki şüanın getdiyi yolları, kəsişdiyi nöqtə bizim üçün xəyalın alındığı yerdir. Və salam uşaqlar, baxın bu qədər bəsit məntiqdir. İndi gəl üçüncü hala baxaq. Üçüncü halda isə uşaqlar fikirləşirəm ki, bax cisim əvvəlcə elə bilirdinizsə, əvvəl burada idi. İndi amma biraz qabağa gəldi. Gəldi düz 2 qat fokusun üstünə. Ona görə yazıram ki, cisim məsafəsi bərabərdir 2 qat fokusa. Həqiqətən də 2 qat fokus da linzadan eyni məsafədədir. Cisim də linzadan eyni məsafədir. Ona görə belə yazmışam. Qalan hər şeyi olduğu kimi eləyirəm. Yenə paralel şüa göndərirəm. Paralel göndərdiyim şüa fokusdan keçir. Yenə baş optik oxa şüa göndərirəm. O da olduğu kimi yoluna davam edir. Vəssalam, bu iki şüanın kəsişdiyi nöqtə uşaqlar görürsünüz ki, 2 qat fokusun üstündə oldu. Və ona görə də burada cismimiz yenə həqiqidir, yenə tərsinədir və özü boyda alınmış olur. Fikir verirsinizsə, həqiqətən də linza o biri tərəfindədir, yəni xəyal həqiqidir. Cismi yuxarı baxır, xəyal aşağı baxır. Deməli, xəyal həqiqətən tərsinədir və cisim nə boydadırsa, xəyal da o boydadır. Deməli, onda özü boyda xəyal alındı. Və salam uşaqlar, bu da üçüncü halımız. İndi gəlin dördüncü hala baxaq. Dördüncü halda da uşaqlar bu səfər bayaq cisim 2 qat fokusun üstündə idi. İndi biraz da qabağa gətirdim. Yəni get-gedə cismi linzaya yaxınlaşdırıram da. İndi 2 qat fokusla fokusun arasında qoydum. Yəni cisim məsafəsi D, fikir versinizsə buradan buradır. Yəni 2 qat fokusdan həqiqətən kiçikdir, amma hələ də fokusdan böyükdür. İndi nə baş verəcək? Qalan hər şey yenə olduğu kimi şu anı paralel göndərirəm. Paralel göndərdiyim fokusdan keçir. Bir də optik mərkəzə göndərirəm. O da olduğu kimi yoluna davam edir və kəsişmə görürsünüz ki, 2 qat fokus
fokusdan da uzaqda alınır. Deməli, burada bizim xəyal necə alınıb uşaqlar? Baxın, yenə linzanın digər tərəfindədir. Yəni, həqiqidir, uzantı yox, özü kəsişib, həqiqidir. Yenə tərsinədir, cisim yuxarı baxır, xəyal aşağı baxır. Yəni, yenə tərsinədir və böyüdülüb uşaqlar. Cismə baxın, bir də alınan xəyalına baxın. Yəni, böyüdülmüş xəyal alınır. Vəssalam. Bunları əzbərləməyə ehtiyac yoxdur. Özümüz də bütün xəyalları qura bilərik. Sadəcə iki şuanın yolunu bilmək lazımdır. Paralel göndərdiyim fokusdan keçir, bir də baş optik oxa göndərdiyim olduğu kimi davam edir yolda. Vəssalam. Aha, cisim indi bir uşaqlar iki qat fokusla fokusun arasında idi. İndi biraz da qabağa gətirdim, düz qoydum fokusun üstünə. Yenə qalan hər şeyi eyni edirəm. Paralel şua fokusdan keçdi. Baş optik oxa göndərdiyim şuada olduğu kimi getdi. Uşaqlar görürsünüz iki şua bir-birinə paralel oldu. Sizcə paralel şualar nə vaxtsa kəsişə bilər? Heç vaxt kəsişə bilməz. Ona görə də burada xəyal sonsuzluqda alınır uşaqlar. Yəni biz xəyalı görmürük burada. Çünki kəsişməni görmürük. Aha, bir də uşaqlar gəlin ən axırıncı baxaq. Bir xəyal fokusun üstündə idi, cisim daha doğrusu. İndi onu biraz yaxınlaşdırdım linzaya. Düz fokusdan da kiçik məsafə qoydum. Yəni fikir verin, fokus məsafəsi bu qədərdir. Cisim isə məsafəsi bu qədərdir. Yəni cisim linzaya daha yaxındır. Nə baş verəcək uşaqlar? Yenə şua paralel göndərirəm, fokusdan keçir. Optik mərkəzə göndərirəm, olduğu kimi gedir. Burada bir də uşaqlar şualara baxın. Şualar bir-birindən uzaqlaşır. Yəni bunları uzatsam, bunların uzantısı kəsişəcək də. Deməli bunlar hardasa kəsişiblər. Uzantılarını aparıram uşaqlar. Baxın, görürsünüz bu nöqtədə kəsişirlər. Onda burada xəyal haqqında mən nə deyəcəm uşaqlar? Burada xəyalıma artıq məfhumi deyəcəm. Ay müəllimə, niyə məfhumi dedim? Çünki fikir verdiniz, bayaqdan oxlar özü kəsişirdi. Amma burada oxlar özü get-gedə bir-birinə aralanır. Sadəcə aralandığından bilirəm ki, əvvəlində kəsişiblər, ona görə uzantılarını kəsişdim. Əgər oxların özləri kəsişirsə, xəyal həqiqidir. Amma oxların özləri yox, uzantıları kəsişirsə, onda xəyal məfhumidir. Ona görə burada xəyal məfhumidir. Cisim yuxarı baxır, xəyal da yuxarı baxdığına görə burada həqiqi xəyaldır. Üzr istəyirəm, həqiqi nədir? Düzünə xəyaldır və böyüdülüb. Cisim nə boydadır, xəyal nə boydadır. Böyüdülmüş xəyal alınır. Vəssalam, bu olur qabarıq linzada xəyalın alınması. Səpəci linzada uşaqlar bu qədər deyil. Səpəci linzada bir dənəsini bilsəz kifayətdir. Çünki səpəci linzada xəyal həmişə eyni cür alınır. İndi gəlin ona da baxaq. Aha, indi bir dənə uşaqlar səpəci linzaya baxın. Bax, cisim burada tutalım. Fərqi yoxdur cisim hardadır. Yenə paralel şua göndərdim. Amma paralel bir yaxşı toplayıcı kimi toplanmır uşaqlar. Səpilir qırağa. Özü yox, uzantısın fokus nöqtəsindən keçirtmişəm. Bir də yenə baş optik oxa şua göndərmişəm. O da olduğu kimi davam edib. Bu ikisinin kəsişdiyi nöqtədə xəyal alınıb. Yəni xəyal görürsünüz necə alınıb? Uzantılardan alındığına görə məfhumi deyirəm və cisim yuxarı baxır, xəyal da yuxarı baxır. Ona görə düzünədir. Amma cisimdən kiçik olduğuna görə kiçildilmiş xəyal alınır. Yəni burada toplayıcı kimi fərqli hadisələr baş vermir. Bütün qiymətlərində baxsaz, hamısında xəyal məfhumi, düzünə və kiçildilmiş alınacaq. Və salam uşaqlar, bu da linzalarda xəyalın alınmasıdır. İndi burada hazır düsturlarımız var. O düsturları gəlin yazaq. Yenə bayaq dediyim əslində sadəcə bu düsturları belə deyək də demədik, səsləndirmədik. Deməli, düsturlarımız belədir uşaqlar. Toplayıcı linzada həqiqi xəyal olarsa, onda uşaqlar düsturumuz belə olur. 1 bölək fokus məsafəsi bərabərdir. 1 bölək cisim məsafəsi üstə gələk 1 bölək xəyal məsafəsi. Bax, bu bizim hazır ifadəmizdir. Yəni, bu düsturdan biz toplayıcı linzada ifadələri, fokus məsafəsi və s. məsələləri ümumiyyətlə həll edə bilərik. Birdən uşaqlar toplayıcı linzada məfhumi xəyal alın. Onda uşaqlar sadəcə xəyal məsafəsinin qarşısına mənfi yazılmalıdır. Yəni 1 böl D çıxaq 1 böl F. Ya da məsələn 1 böl F çıxaq üstə gəl 1 böl D. Yəni burada cisim məsafəsinin yox, xəyal məsafəsinin qabağına mənfi yazılmalıdır. Aha, amma səpəci linzada olsa uşaqlar, səpəci linzada bilirsiniz olsa həmişə məfhumi xəyal alınır. Aha, onda ifadəmiz bu şəkildə olur uşaqlar. Mənfi 1 böl F bərabərdir 1 böl D çıxaq 1 böl kiçik F. Vəssalam. Burada bilirsiniz də F böyük F fokus məsafəsidir, kiçik D cisim məsafəsidir, kiçik F də xəyal məsafəsidir. Bax belə, bu şəkildə, yəni düsturlarımız bu şəkildə ola bilər.
İndi uşaqlar burada bir sıra kəmiyyətlər var. Biz o kəmiyyətləri öyrənəcəyik. Burada böyütmə anlayışı var uşaqlar. Böyütmə bilirsiniz nədir? Böyütmə cismin məsələn nə qədər böyüdüyünü, daha doğrusu xəyalın üzr istəyirəm, nə qədər böyüdüyünü ya da nə qədər kiçildiyini deyirik axı kiçildilmiş, böyüdülmüş. Yəni bu böyüdülmə zad nədir? Onu öyrənmək üçün böyütmə anlayışından istifadə olunur. Yəni böyütmə xəyalın xətti ölçüsünün cismin xətti ölçüsünə nisbəti ilə təyin olunur. G hərfi ilə işarə olunur uşaqlar böyütmə. Aha, gəl onu biz qeyd eləyək, yəni böyütməni, böyütmə anlayışını belə deyək ümumiyyətlə. Aha, dediyim kimi uşaqlar G hərfi ilə işarə olunur və yenə deyirəm, xəyal məsafəsini, yəni xəyalın xətti ölçüsünü, yəni xəyalın hündürlüyünün cismin xətti ölçüsünə, yəni cismin hündürlüyünə olan nisbətidir. Və yaxud da uşaqlar xəyal məsafəsinin, yəni F-in cisim məsafəsinə olan nisbəti ilə də təyin oluna bilir G. Daha sonra burada var optik qüvvə anlayışı uşaqlar. Optik qüvvə anlayışına maraqlı anlayışdır. Optik qüvvə fokus məsafəsinin əksidir uşaqlar. Fokus məsafəsinin üzr istəyirəm, əksi yox, tərsi. Fokus məsafəsinin tərs qiymət. Aha, D hərfi ilə işarə olunur uşaqlar optik qüvvə. D bərabərdir 1 bölək F-ə. Yəni onun da yerində 1 böl kiçik F üstə gələk 1 böl kiçik deyə yaza bilərik də onsuz da bunu da bilirsiniz. Yəni müsbət mənfi də ola bilər burada. Aha, indi burada uşaqlar bir şey var. Optik qüvvənin vahidi bir dioptriyadır. İstəyirsiniz gəlin aşağıdan onu yazaq. Deməli vahid olaraq bir dioptriyadan istifadə olunur. Oxunuşda belədir. Dioptriya. Aha. Və uşaqlar bu güzgülərdə, daha doğrusu eynəklərdə eşidərsiniz də, deyirik, məsələn, -5-dir, -3-dür. O, yəni bununla ifadə olunur. Əgər D-nin qiyməti sıfırdan böyük olarsa, yəni müsbət qiymətlər olarsa, onda bu toplayıcı linzanı göstərir. Toplayıcı linza. Yəni bu uzaq görməsi olan insanlar üçündür. Uzağı yaxşı görür, amma yaxını yaxşı görə bilmir onlar üçün. D kiçikdir, 0 olarsa uşaqlar, bu səpici linzadır. Bu səpici linzadır. Bunlarda da yaxın görmə var. Yəni yaxını yaxşı görür, amma uzağı yaxşı görə bilmir. Onda da səpici linzalarda istifadə olunur. Yəni onda qiymətlər -1, -2 belə deyirik. Amma toplayıcı linzalarda 1, 2 bu şəkildə. Yəni o deyilənlər 1, 2 və s. əslində dioptriyanı, yəni optik qüvvəni göstərir. Ümumiyyətlə uşaqlar bir şey yazın saxlayın ki, fokus məsafəsi heç çox dəyişmir axı. Ona görə dioptriya da əlbəttə dəyişməyəcək. Çünki 1 böl fokus məsafəsinə bərabərdir. Burada cisim məsafəsini artırsaq da, azaltsaq da dioptriyaya təsiri olmayacaq. Yəni optik qüvvəyə. Yəni onda optik qüvvə belə çıxır ki, nə cisim məsafəsindən, nə xəyal məsafəsindən asılı deyil. Yəni konstantdır uşaqlar. Amma fokus məsafəsindən desə, bəli, optik qüvvə fokus məsafəsindən 1 böl F olduğuna görə tərs qiymətində, ona görə də tərs asılı götürəcək. Bunları yazı saxlayın. Bir də bir şey qeyd edək ki, uşaqlar burada. Əgər maddənin sındırma əmsalına və linzanın əyrilik radiusu asılı olduğu nəzərə alsaq, ümumiyyətlə, yəni burada optik qüvvə fokus məsafəsi də linzanın radiusundan asılıdır axı. Ona görə də burada optik qüvvə də asılı olacaq. Yəni D bərabərdir 1 böl F. O da bərabərdir. Hazır düsturumuz var uşaqlar. N çıxaq 1, yəni sındırma əmsalı çıxaq 1 vuraq. 1 böl R1, yəni birinci əyrilik radiusu, birinci çevrənin əyrilik radiusu bölə ikinci çevrənin əyrilik radiusu. Bax, bizim belə bir hazır düsturumuz var. Bəli, bunlardan artıq asılıdır. Amma yəni cisim məsafəsi, xəyal məsafəsi bunlardan asılı deyil. Aha, sonra uşaqlar burada bizə bir söz deyim. Qabarıq linza əgər optik sıxlığı az olan mühitdənsə, onda toplayıcı linza olur. Çökük linza isə səpici linza olur. Yəni olduqları kimi. Amma optik sıxlığı çox olan mühitə keçəndə bunun tam tərsi olur. Qabarıq linza səpici olur. Çökük linza isə toplayıcı olur. Yəni əslində biz bilirik ki, qabarıq linza toplayıcıdır, çökük linza səpicidir da, düzdürmü? Çökük linza da səpicidir. Amma bu optik sıxlığı az olan mühitdə belədir. Optik sıxlığı çox olan mühitə keçəndə isə uşaqlar qabarıq linza səpici olur, çökük linza isə toplayıcı olur. Yəni bu tam tərsi olur. Bunu da yadınızda saxlayın. Daha sonra biz nə edə bilərik? Əgər linzanın fokus məsafəsi kiçik olarsa, yəni başqa sözlə optik qüvvəsi böyük olarsa, onda linzanın sındırma qabiliyyəti daha böyük olur. Yəni fokus məsafəsi nə qədər kiçikdirsə, sındırma qabiliyyəti bir o qədər böyük olur. İndi bir də
Baxsaq ki biz linzalar sisteminin optik qüvvəsinə, uşaqlar linzalar sistemi olar. Aha, linzalar sistemi bizə verilsə uşaqlar və soruşulsa ki, burada optik qüvvə nəyə bərabərdir? Uşaqlar, linzalar sistemində optik qüvvələrin cəminə bərabərdir. Amma uşaqlar, bax bir şey yadınızda saxlayın. Hətta bunu biz açıla bilərik də, əlbəttə ki, bilirsiniz. D1-in yerinə 1 böl F1 yazaram. Yəni birinci fokus məsafəsi üstə gələ 1 böl F2 yazaram. Yəni ikinci linza fokus məsafəsi. Amma uşaqlar, linzalar sistemində böyütmə isə böyütmələrin hasilinə bərabərdir. Uşaqlar, G bərabərdir G1 GG. G1 vuraq G2-yə bərabərdir. Yaxşımı? Yəni bunu da yadınızda saxlayın. Hasilə bərabərdir. Çox vaxt sistemin içində söhbət gedəndə toplama gəlir adamın ağlına, amma böyütmədə vurmadı. Onu yadınızda saxlayın. Aha, indi bizim bir dənə uşaqlar qaydamız var. Əgər burada 2 dənə linza var, düzdür? Gəlin bunları hətta adlandıraq. Bu olsun mənim birinci linzam, bu olsun mənim ikinci linzam. Birinci linzanın üzərində uşaqlar baş optik oxa paralel düşən bir şüa çəksəm, yəni bura tutalım ki, bir dənə paralel şüa çəkdim, düzdür? Sən bilirsən ki, bu şüa sınıf fokusdan keçəcək. Düzdürmü? Yəni bu tam mərkəzdə də çalışaq ki, fokus nöqtəsi tam mərkəzdə olsun. Nə olacaq uşaqlar? Paralel düşən şüa fokusdan keçəcək. Və fokusdan keçən şüada uşaqlar, əgər şüa fokusdan keçib linzanın üzərinə düşürsə, o öz yoluna paralel olaraq davam eləyir. Yəni qaydamız onda bu şəkildədir uşaqlar. Əgər biz istəyiriksə ki, linzanın üzərinə paralel düşən şüa, yəni birinci linzanın üzərinə paralel düşən şüa linzada sınandan sonra ikinci linzadan paralel çıxsın, onda burada bu fokus nöqtəsi kəsişməlidir. Yəni burada iki linza arasındakı məsafə nə olmalıdır uşaqlar? Baxın, buradan burada fokus nöqtəsidir. Buradan burada ikinci fokus nöqtəsidir. Onda burada nə olmalıdır uşaqlar? Bu iki linza arasındakı məsafə onların fokus məsafələrinin cəminə bərabər olmalıdır. Baxın, bu qayda kimi yanımıza saxlayırıq. Onda deyirik ki, linzalar sistemində birinci linzanın üzərinə paralel düşən şüa, baş optik oxa, hər hansı bir paralel düşən şüa ikinci linzadan sındıqdan sonra yoluna paralel davam eləyə bilməsi üçün, paralel qalması üçün linzalar arasındakı məsafə fokus məsafələrinin cəminə bərabər olmalıdır. Yəni burada əgər paralel düşən şüanın ikinci linzadan da paralel çıxmağını istəyirəmsə, linzalar arasındakı məsafə bu linzaların fokus məsafələrinin cəminə bərabər olmalıdır. Vəssalam, bunu da qayda kimi yanınıza saxlayın, çünki bu çox vaxt düşə bilir. Vəssalam, linzalar bundan ibarətdir.